Çoxluqların kəsişməsi. İki çoxluğun bütün ortaq elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların kəsişməsi deyilir. Burada elə verilən iki çoxluğa baxaq. A çoxluğunun elementləri 2, 3, 5, 7. B çoxluğu 1, 3, 5, 8, 9. Hər ikisində ortaq olanları qeyd edək. 3, 3, 5, 5. Biz də tərifdə dedik ki, bütün ortaq elementlərindən təşkil olunmuş çoxluğa kəsişmə deyilir və kəsişmə bununla işarə edilir. A kəsişir B çoxluğu bərabərdir. Hər ikisində qeyd etdiklərimiz 3 və 5-dir. Deməli, A və B çoxluqlarının kəsişməsinin elementləri 3 və 5 oldu. İki çoxluğun ortaq elementi yoxdursa, bu çoxluqların kəsişməsi boş çoxluq olur. Məsələn, iki dənə bax burada elə verilən çox A, B, C və D, E, F ortaq heç bir elementləri yoxdur deyə bunların kəsişməsi boş çoxluq olacaq. Hər bir çoxluğun özünün özü ilə kəsişməsi elə bərabərdir həmin çoxluğun özünə. Çünki o çoxluğun elementləri hamısı ona daxil olacaq. Hər bir çoxluğun boş çoxluqla kəsişməsi isə heç bir ortaq elementləri olmur deyə boş çoxluğa bərabərdir. Əgər B çoxluğu A çoxluğunun alt çoxluğu olarsa, yəni onun içərisinə seçir də, tutaq ki, A çoxluğunun elementləri 2, 3, 5, 7-dir. B çoxluğu bunun alt çoxluğu olsa, məsələn 2, 3 olarsa, onda A kəsişir B çoxluğu elə bərabərdir B çoxluğunun özünə. Çünki hər ikisində ortaq olan, yəni alt çoxluğuna bərabər olur. 2, 3 çoxluğuna, elə bu da B çoxluğunun özüdür. Yəni qeyd edək ki, B alt çoxluqdur. A olarsa, yəni hansı kiçikdirsə, ondan seçmişiksə, elə onların kəsişməsi həmin çoxluğun özü olur. Biz bu çoxluqları Euler-Venn diaqramında da qeyd edə bilərik. Yəni bax bu kəsişməni görürsünüz, hər ikisində ortaq olanları Venn diaqramının orta hissəsində bax burada kəsişmədə qeyd edirik. Bu hər ikisinə aid olanlardır. A-da məsələn 3 ilə 5-i götürmüşük. Yerdə nə qaldı? 2 ilə 7-ni yazırıq. B-də isə 3 ilə 5-i götürmüşük. Orta hissəyə yazdıq. 1, 8, 9 qaldı. İndi gəlin çalışmalara baxaq. Verilmiş çoxluqların kəsişməsini yazın. Gəlin bunu həm kəsişməni belə qaydada yazaq, həm də Euler-Venn diaqramı vasitəsilə göstərək. Deməli, burada A kəsişir B bərabərdir. 4, 4 hər ikisində var. 7, 7. Başqa ortaq olanları yoxdur. Deməli, bunların kəsişməsi olacaq 4, 7. Euler-Venn diaqramında təsvir etsək, A çoxluğu olsun, B çoxluğu olsun. Hər ikisində ortaq olanlar orta hissəyə yazırıq. A-da qeyd etmədiklərimiz 5 və 6 qaldı. B-də isə 1, 3, 9. Amma biz A çoxluğu deyəndə, yəni bax bu dairənin hamısını qeyd edirik, hamısını götürmüş oluruq. B bəndində ortaq olanlar 1, 1, 3, 3, 5, 5. Deməli, A, B-nin alt çoxluğudur. A, alt çoxluqdur B. Biz onda nə dedik? A kəsişir B bərabərdir, elə A-nın özü olacaq. Bəli, doğrudan da görürük ki, elə A kəsişir B 1, 3, 5 olur. O da elə A çoxluğunun elementidir. Venn diaqramında təsvir etsək, hər ikisində ortaq olanlar orta hissəyə yazırıq. 1, 3, 5. Bu A olsun. Bu da B çoxluğu. B-də qaldı yalnız olmayan 7. A-da isə hamısı B-yə daxildir deyə başqa heç nə yazmırıq. C variantında isə 2 burada yoxdur, 3-də yoxdur, 5-də yoxdur, 7-də yoxdur. Bunların heç bir ortaq elementləri yoxdur. Onda A kəsişir B bərabərdir boş çoxluq. Və ona görə də bunu Venn diaqramında təsvir etmək üçün bu şəkildə ayrı-ayrı təsvir edəcəyik. Çünki bunların kəsişməsi yoxdur. A olur 2, 3, 5, 7. B isə olur 1, 4, 8, 9. B bəndini həm də bu şəkildə də qeyd edə bilərik. Alt çoxluğudur deyə B-ni yazarıq. A bunun daxilində alt çoxluq.
Hər ikisində olan 1, 3, 5, 7-ni də buraya yazarıq. Yəni bu şəkildə təsvir etsək daha yaxşı olar. Burada isə C kəsişir D çoxluğunun ümumi xassəsini söyləyin. Bu ingilis dili öyrənən şagirdlərdir hamısı. D isə alman. Deməli hər ikisi olan ingilis və alman dilini. Hər iki dili öyrənənlərdir. Burada isə bu hissədə yalnız alman qalacaq. Yalnız alman. Bu hissədə isə yalnız ingilis. Yalnız ingilis dilini öyrənənlər. Digərində isə orta hissəyə deməli yazacaq qırmızı avtomobilləri. Qırmızı avtomobil. Çünki həm qırmızı rəngli, həm avtomobil. Ortaq olan cəhət nədir? Qırmızı avtomobil. Burada isə avtomobillər, yəni qırmızı rəngli olmayan digər bütün avtomobillər. Burada isə qırmızı rəngli avtomobildən başqa digər varlıqlar. Qırmızı varlıqlar, yəni avtomobillər olmasın artıq. Üçüncü çalışma. Euler-Venn diaqramına görə fikirlərin doğru və ya yanlış olduğunu D elementi çoxluğuna daxildir. Gəlin əvvəlcə bu çoxluğun kəsişməsini qeyd edək. Deməli, A çoxluğunun elementi bərabərdir X, A, N. B çoxluğunun elementi bərabərdir A, N, D. Kəsişmə isə bax bu orta hissə olur. A kəsişir B bərabərdir A, N. Bizə deyir, D elementi kəsişmə çoxluğuna daxildir. Xeyr, bu yanlış. A elementi yalnız A çoxluğuna daxildir. Yanlış, çünki B-yə də daxildir. N elementi həm A, həm də B çoxluğuna daxildir. Bəli, doğrudur. Görürük, kəsişmədədir deyə. Bu isə doğrudur. Dördüncü çalışma. A, B və A çoxluqlarını yazın. Dördüncü çalışma. A-nın elementlərini təkcə A-nı yazsaq, A bərabərdir S, A, M, R, I. B çoxluğunun elementləri bərabərdir D, Ə, M, R, I. A kəsişir B isə hər ikisində olanlar orta hissədir. Bax, kəsişmə bu orta hissədir. M, R, I. Bu A bəndi. B bəndində A çoxluğunun elementləri. B A-nın ad çoxluğudur. Bax, bu şəkildən görürük ki, B A-nın, çünki onun elementləri daxildir A-ya. Yazırıq A-nın elementləri E, L, N, R, U. B çoxluğunun elementləri N, R, U. Onda A kəsişir B bərabərdir. Hər ikisində olan N, R, U-dur. C variantında A çoxluğunun elementləri N, R, U. B çoxluğunun elementləri A, Y. Bu kəsişmə isə görürük ki, şəkildən də görünür ki, bunların heç bir ortaq elementləri yoxdur. Boş çoxluq. Beşinci çalışmada C kəşir yazın və elementlərinin sayını tapın. Sayını biz N ilə işarə edirdik. Kəş baxaq. Ş, bəli, var. A var. Hər ikisində. N yoxdur. L var. I var. Və buradan da görürük ki, hamısı olduğuna görə elə D C-nin alt çoxluğudur. Onda D kəsişir C bərabərdir. Hansı ad çoxluğu isə elə ona bərabərdir. D-yə bərabərdir. Və ya elementlərini yaz desək, D kəsişir C bərabərdir. Hər ikisində olan A, L, I, Ş. Burada PDF-lə hərflər qarışıb.
Yəqin ki, bununla qeyd edim. HRUN. R hər ikisində var. U hər ikisində var. N də hər ikisində var. Deməli, onda C kəsişir D bərabərdir RUN. Və sayını deyir bizdə. Bayaqkən sayı N C kəsişir D bərabər idi 4 idi. Burada da sayı N ilə işarə edirik. Bilirik C kəsişir D bərabərdir 3. Burada isə L hər ikisində var. A var. Ç yoxdur, I yoxdur. N hər ikisində var. Ona görə C kəsişir D bərabərdir LAN. Və bunu da sayını tap deyəndə bizə N C kəsişir D bərabərdir 3. Sonuncu çalışmamızda A çoxluğu 18 ədədinin bölənləri çoxluğu A bərabərdir 1, 2, 3, 6, 9, 18. B çoxluğu isə 12 ədədinin bölənləri çoxluğu 1, 2, 3, 4, 6, 12. Euler-Venn diaqramdan istədək kəsişmə çoxluğunu yazın və bu elementlərdən böyüyünün mənasını izah edin. Kəsişməsi olacaq 1, 1, 2, 2, 3, 3, 6, 6, digər yoxdur. Deməli, olacaq A kəsişir B bərabərdir 1, 2, 3, 6. Venn diaqramında təsvir etsək, A çoxluğu, B çoxluğu, orta hissədə hər ikisinə aid olanları yazırıq. Yəni 1, 2, 3, 6. A-da qaldı qeyd etmədiyimiz 9, 18. B-də qeyd etmədiyimiz 4, 12. Burada da deyir ki, kəsişmədə ən böyük olan nə deməkdir? Yəni biz elə bu 12 və 18-in ən böyük ortaq bölənidir. 6-ya bərabərdir.